münasibətlərdə digər əsas problemlərdən biri də qısqanclıqdır. Yəni qarşıdakı insan çox sosialdırsa, müxtəlif dostları varsa, həm qarşı cinsdən də dostları varsa, onun tərəfdaşında qısqanclıq oyada bilir. Salam əziz izləyicilər, mən bu gün sizə münasibətlərdə güvən problemindən danışmaq istəyirəm. Necə eləyə bilərsiniz ki, münasibətlərdə güvəni yaxşı bir şəkildə qoruyasınız? Siz qarşınızdakı insanla açıq bir şəkildə ünsiyyət qurmalısınız. Yəni, onunla hər hansı bir mübahisə olanda aranızda özünüzü tam şəkildə, açıq şəkildə ifadə etməyə çalışmalısınız. Məsələn, bəzi münasibətlərdə olur ki, passiv-aqressiv davranır tərəfdaşlar. Bu qətiyyən olmaz. Əgər passiv-aqressiv şəkildə davransanız, yəni ona heç bir açıqlama vermədən çıxıb getsəz, onu səssizliklə cəzalandırsanız, bu daha böyük mübahisələrə səbəb ola bilər. Xırda problemlər böyüyüb ciddi problemlərə səbəb ola bilər. İkinci olaraq nə etməlisiniz? Sözünə sadiq olmaq, yəni tutarlı olmalısınız. Bir gün belə davransanız, bir gün başqa cür davransanız, məsəl üçün tərəfdaşınıza bir gün desəz ki, hə, sabahları biz gəzməyə gedək, amma sabahsı gün desəz ki, yox, mənim işim çıxdı. Bu bir dəfə təkrarlansa problem yaratmaz, amma artıq bir neçə dəfə təkrarlanırsa, qarşı tərəfdə siz güvənsizlik oyada bilərsiniz. Ona görə də tutarlı olmaq, davranışlarınızda dürüst olmağa ciddi önəm verməlisiniz. Keçmiş problemləri həll etməmək. Yəni, tərəfdaşınız bir neçə dəfə keçmişdəki eyni problemləri təkrarlayır. Amma hələ də siz bu problemləri həll etməmişsiniz. Yəni, evin hər hansı bir maddi problemləri ilə bağlı ola bilər və yaxud da onun özünün mənəvi problemləri ilə bağlı ola bilər ki, siz ona diqqət yetirmirsiniz və sair bu kimi problemlər ola bilər. Buna da diqqət etməlisiniz ki, qarşınızdakı insanda özünüzə qarşı güvən yarada bilərsiniz. Qarşılıqlı hörmət, yəni hər birimiz bilirik ki, münasibətlər qarşılıqlı hörmət əsasında qurulur. Yəni siz daima yaxşılıqlar eləyirsiniz, ancaq evin öhdəliklərini siz götürübsüz, bütün ev işlərini siz görürsüz və yaxud da həm də işləyirsinizsə, amma qarşıdakı insan daha az öhdəlik götürürsə, burada artıq münasibətdəki güvəndə problemlər yarana bilər. Buna görə də davamlı olaraq qarşınızdakına hər şeyi yükləmək lazım deyil. Bəzən özümüz də məsuliyyət daşımağı bacarmalıyıq ki, münasibətlərdə güvən problemləri yaranmasın. Digər məsələ isə qarşınızdakına vaxtında və dürüst bir şəkildə hesabat vermək aiddir buna. Yəni, siz qarşınızdakına dürüst deyilsinizsə, öz, məsəl üçün, dostlarınızla bağlı olan hər hansı bir problemləri deyək, ona dürüst bir şəkildə ifadə eləmirsinizsə, demək ki, burada güvən problemi yavaş-yavaş sarsıla bilər. Emosional şəkildə dəstək olmalısınız qarşınızdakına, yəni tərəfdaşınıza. Hər birimizin emosional olaraq özümüzü yaxşı hiss eləmədiyimiz dönəmlər olur. Biz tərəfdaşımıza bu anlarda yardım eləməyi bacarmalıyıq, onun hisslərini anlamağa çalışmalıyıq. Əgər özünü yaxşı hiss eləmirsə, sən nə var ki burada, nə üçün özünü yaxşı hiss eləmirsən? Sən də elə hər dəqiqə başı pis hiss eləyirsən. Bu cür ifadələr işlədiriksə, artıq qarşı tərəf bizim onu anlamadığımızı düşünə bilər. Yavaş-yavaş güvən problemləri yarada bilər, elə bu da. Və münasibətlərdə digər əsas problemlərdən biri də qısqanclıqdır. Qısqanclıq problemi bəzən həmin insanın xarakterik xüsusiyyətindən qaynaqlanır. Bəzən də qarşıdakı tərəfdaşın xarakterik xüsusiyyətlərindən qaynaqlanır. Yəni, qarşıdakı insan çox sosialdırsa, müxtəlif dostları varsa, həm qarşı cinsdən də dostları varsa və həmçinin o dürüst hesabatlar vermirsə, bayaqları dediyimiz həmin məsələdən söhbət gedir. Bu istər-istəməz qısqanclıqdan sonra problemləri daha da böyüdə bilir. Məhz buna görə də çalışmalıyıq ki, qarşıdakının həm qısqanclıq hisslərini başa düşək. Yəni, nə üçün bu insan qısqancdır? Bəlkə mən özüm dürüst deyiləm, bəlkə onunla bu barədə daha soyuq davranıram, daha çox özümə açsam, daha geniş danışmaq istəsəm, onun qısqanclığı daha da azalar. Bu barədə də düşünməniz faydalı olar əslində. Və son olaraq demək istəyərdim ki, nəticə olaraq hər bir münasibətdə problem mövcuddur. Problemsiz heç bir münasibət yoxdur. Əsas olan odur ki, bizim o problemləri həll edərək yolumuza davam edə bilməyimizdir. Mənim videom bu qədər. Sağ olun. Gələn videolarımızda görüşənədək videonu bəyənib abunə olmağı unutmayın.